Bələd surəsi Məkkədə nazil olmuşdur. 20 ayəd. Bağışlayan və mehriban Allahın adıyla. And içirəm bu şəhərə, sənin yaşadığın, sənə halal olan şəhərə. And içirəm atıya və onun övladına, Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə ki, biz insanı məşəqqətdə yaratdıq. İnsan doğulduğu gündən qəbr evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayar, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu ilahi bir hikmətdir, həyatın qanunudur. Məyər insan heç kəsin ona gücü çatmayacağını zənn edir? Və mən Peyğəmbərlə düşmənçilik yolunda xeyli mal-dövlət sərf etmişəm deyir, məyər o heç kəsin onu görmədiyini güman edir? Məyər biz ona 2 göz vermədikmi? Eləcə də bir dil və qoşa dodaq vermədikmi? Biz ona 2 yol, xeyir və şər, küfr və iman yollarını göstərmədikmi? Lakin o əqəbəni, maniyəni keçə bilmədi. Özünə verilən bu qədər nemətlərə şükür etmədi. Ya Peyğəmbər, sən nə bilirsən ki, əqəbə nədir? O bir kölə azad etməkdir. Yaxud aclıq günü, zamanı yemək verməkdir. Qohumluq əlaqəsi çatan bir yetimə və ya taqətsizlikdən torpağa sərilmiş bir miskinə, sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır. Onlar sağ tərəf sahibləridir. Əməl dəftərləri sağ əllərinə verilənlərdir. Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir. Əməl dəftərləri sol əllərinə verilənlərdir. Onları hər tərəfi qapalı cəhənnəm gözləyir. Kafirlər cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər.